Məzənnə siyasətinin dəyişməsi, əhaliyə ödəniləcək pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə heç bir problem yaratmayacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov deyib. Nazir həmçinin müavinət və yardımların devalvasiyadan sonra nə qədər dəyərdən düşməsini bazarlarda aparılan araşdırmalardan sonra bəlli olacağını bildirib. Dövlət Sosial Müdafiə Fondunun sədri isə növbəti ildə pensiyaların artırılmasına aydınlıq gətirib. Devalvasiya ilə yeni ilin yaxınlaşması müəyyən qədər üst-üstə düşdü və ona görə də yeni il qabağı bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam mənzərəni ortaya qoya bilməyəcək. Ona görə düşüncəmə görə biz növbəti ilin əvvəlində də, ilk ayında da bu prosesləri davam etdirməliyik və ondan sonra əldə olunan nəticələr əsasında insanlarımızın gəlirlərin, xüsusilə az təminatlı təbəqənin dövlət hesabına əldə etdiyi gəlirlərin, yəni pensiyalar şəklində, müavinətlər şəklində, ünvanlı sosial yardım şəklində, müxtəlif kompensasiyalar, təqaüdlər şəklində əldə etdiyi gəlirlərin nə qədər dəyərdən düşə bilmə ehtimalının və yaxud faktiki olaraq nə qədər dəyərdən düşdüyünün dəqiq mənzərəsini ortaya qoymalıyıq. Və yalnız bunun əsasında növbəti addımların nədən ibarət olacağı barədə fikir söyləmək mümkün olacaq. Mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizi nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib. Bu artıq neçə illərdir davam edən bir prosedurdur. Cari ildə də Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş sərəncama uyğun olaraq pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb. Siz bunu müşahidə eləmisiniz. Təbii ki, növbəti ildə də 2015-ci il üzrə istehlak qiymətləri indeksi elan olunduqdan sonra həmin indeks səviyyəsinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi prosesi reallaşdırılacaqdır.